Herkese salam millət. Yeni bir videoya xoş gəlmisiniz. Bu günləri biz IKEA gedirik. Bu günə IKEA getmə qərarı almışıq. Acıq, gedək IKEA-da görək nə yeyirik və biraz da IKEA-da gəzib oradakı ev əşyalarını falan baxacağıq. Evə nə ala bilərik, nə yaxşı şeylər var, görəcəyik. Bilmirəm heç orada video çəkmək olarmı, olmazmı, onu da görəcəyik. Belə, izləmədə qalın. Əynimizi falan geyinib gedirik IKEA. Dostlar, bu arada mikrofonumu gətirməmişəm deyə indi arxadan səsləndirəcəm nə elədiyimizi falan. Gəldik IKEA-ya, yeməyimizi aldıq, oturduq. Bu da ulan yeməyidir, böyle dadlı, qəşəngdir. Ən sevdiydi. Ulan həmişə gələndə bu yeməkdən yeyir, çox da gözəldir. Bu arada çəkməyimə də icazə vermir. Pastayanın əli ilə belə göstərir. Burada da mənim salatım var, bir dənə də xabovi kotletimiz var, püre, yanında da başqa bir salat. Yeməyin dadına baxırıq. IKEA-dayıq, IKEA-da yemək yeyirik. Okeydir, ən azından dadı pis deyildi. Hərəkətlərimdən gördüyünüz kimi. Ulaya da burada da icazə verirəm ki, Ulanın dadına baxsın. Vergilər Nazirliyi gəldi, vergisini aldı. Biraz çox götürdü ona görə burada belə. Ulan da xoşuna gəldi, okeydir. Biz də yeyirik, nuş eləyirik. İndi də yeməyimizi yedik, desertə keçmək vaxtıdır. Bu arada ən çox sevdiyim desertlərdən biridir bu IKEA-da. Yəni çox gözəl, çox dadlı. İçində yulaflı belə çox ləzzətli bir şeydir. Tam içindəkiləri bilmirəm. Amma çox dadlı idi, çox ləzzətlidir. Yəni hər dəfəsində gedəndə, hər dəfəsində də alırıq. Hətta bunun dondurulmuş halda satılır. Yəni onları da alırıq və evə aparıb evdə də yeyirik daha doğrusu. Böyle çox gözəl, çox dadlıdır. Ən sevdiyimiz şeylərdən biridir. İndi isə Cinnamon roll vaxtıdır. Onun tərcüməsini bilmirəm, internetdən yazıb yapışdırdım. Çox bərkdir. Ortası yaxşıdır. Ortası əladır. Çünki yumuşaqdır və yaşdır, yaş. Necə deyil ona bilmirəm. O şirəlidir. Şirəli olduğuna görə də belə yaşlığı var. Yeməyimizi yedikdən sonra da ev əşyalarına baxmağa getdik. İndi də burada görürsünüz oturub belə ofis stulda. I'm working, okay? Okay. See ya. Bye bye. I need to rest. Burada bir iki dənə oturacaq gördük və onlar çox rahat idi. Burada da oturub bu oturacaqlara necə istifadə edəcəyimizi düşünürük, danışırıq. Bir də PlayStation falan oynaya bilərik bunda oturaraq. Həm də çox rahat idi bu arada, həqiqətən çox rahat idi. O haqqda danışırıq, biraz xəyallar qururuq.
Burada da mətbəx hissəyə gəlirik. Ulan ən yaralı yeri olan mətbəxə, çünki heç bir əlüzyon vannadır. Bunun adını bilmirəm tam olaraq nə deyəm. Bunların heç birini bəyənmir. Çox böyüyünü istəyir və çox geniş olanını istəyir. Bu da onlardan birini tapıb deyə biraz sevinir o vaxtda danışır ki, necə qəşəngdir, necədir falan. Burada da bunu yoxlayır. Burada da yoxlayır. Çünki bəzilərinin keyfiyyəti pisdir və onlar qırılır, tez qırılır. Burada da kameranı göstərirəm. Telefona niyə çox baxdığımın səbəbini göstərirəm. Çünki kamera oradan telefonla idarə edə bilirəm. What do you think about these chairs? This kind of chairs. It can break easily. Look. It can break easily. See, I just dropped it and it can break just. So we need to buy this super expensive ones from really wood, yeah? Mm-hmm. Yes, yes. Yeah, this is more strong, yes. I would just sit once. They're more expensive. But it's heavy. Yes, it is. Why sad? It depends when. So Your mood. It okay, depends on your guess mood. which one will be at our house? Yes. The most it will be no other one because of you. Whoa, it's so good. It's comfy. Mən də ofisə getməli idim, bir iki də şey eləməli idim. Onu demək olmaz, çox gizli şeylərdir. Ofisə gedəndə yolda bahalı maşınlar, superkarlar, yəni modified maşınlar, belə tuning olunmuş maşınlar gördük. Onları video çəkəcəm, birazdan onları göstərəcəm sənə. Videoda çox danışmayacağam çünki maşın kanalı deyilməyəyim. Yəni amma çox qəşəng maşınlar var, onları sizə bir göstərməyə çalışacağam. Dostlar, mükəmməl bir dənə Orientdə almışam. Yes-də palyak. Bir də ona baxın. Okay.
Bəli dostlar, bugünkü macəramızın sonuna gəldik. Əgər videonu bəyənsinizsə, videoya like atmağı, kommentlərdə fikrinizi bildirməyi və ən əsası kanala abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın, hələlik.